Hər birinizi salamlayıram, əziz izləyicilər, şagirdlər, abituriyentlər. Bu gün sizə funksiya və onun verilməsi üsulları mövzusundan asılı və sərbəst dəyişənlər haqqında danışacağam. Deməli, burada yazılıb ki, ətraf aləmdə baş verən müxtəlif proseslərdə kəmiyyətlərin bəziləri digərindən asılı olaraq dəyişir və birinin qiyməti digərinin qiymətini müəyyən edir. Məsələn, piyadanın getdiyi yolun uzunluğu zamanı asılı olaraq dəyişir. Arzağa ödənilən pul onun kütləsinə asılı olaraq dəyişir. Tutaq ki, zaman arta-arta sürət gedilən yolda artır. S bərabərdir VT. Zamanın qiyməti, tutaq ki, sürət verilibsə 50 km, sabit sürətdir. Zaman birinci saatda nə qədər gedir? 1 saatda. 50 ilə gedirsə, ikinci saatda, birinci saatda 50 km gedəcək, ikinci saatda olacaq 100 km. Yəni, zaman dəyişə-dəyişə gedilən yolda artır və yaxud da ərzağa ödənilən pul kütlədən asılı olaraq dəyişir. Tutaq ki, bir nəyinsə kütləsi 5 manat kütlə M bərabərdir. 1 kilosu, yəni 1 kiloqramı 5 manatdır. Qiyməti 5 manatdır. 2 kiloqram olanda təbii ki, qiyməti 10 manat olur. Burada göründüyü kimi, yəni kütlə arta-arta, qiymət də artır. Yəni qiymətin artması kütlədən asılı olaraq dəyişəcək. Və burada da biz bu hissə var, işarələdiyim. X çoxunun hər bir X elementinə Y çoxunun yeganə Y elementi qarşı qoyan qayda X çoxluğunda təyin olunmuş funksiya deyilir. X-ə sərbəst dəyişən də deyilir və yaxud da arqument. Y isə asılı dəyişən və ya funksiya deyilir. Funksiya F, J, H və s. hərflərlə işarə olunur. X-imiz də sərbəst dəyişən, yəni X-dən asılı olaraq funksiya dəyişə bilər. Burada da göründüyü kimi, və bu qrafikdə göründüyü kimi, tutaq ki, X-in bir qiymətini funksiya alıb 15, 2 qiymətində 20, 3 qiymətində 25. Bu funksiyadır. Çünki X dəyişəninin hər bir qiymətinin Y dəyişənin yeganə bir dənə qiyməti uyğun gəlir. 1-ə tutaq ki, 15-dir. Və ya da ikinci buna baxsaq əgər, və burada görək ki, 0 uyğun gəldi, -1 1-ə, 1 də 1-ə, 2 4-ə, -2 4-ə. Bu da funksiyadır. Niyə? Tutaq ki, bir dənə funksiya verib, Y bərabərdir X kvadrat. 0 verəndə 0 eləyir, Y X-ə -1 verəndə kvadratı yenə müsbət 1 verir, müsbət 1 verəndə də 1 verir, 2 verəndə 4 eləyir, -2 verəndə də 4 eləyir. Yəni, bu da X-in 2 qiymətinə Y-in bir qiyməti uyğun gələ bilər. Amma burada fikir versəz, axırıncıda bu funksiya deyil. Çünki -1, 1, amma X-in yeganə qiymətinə Y-in 2 dənə, bax 0-la 2 qiyməti uyğun gəlir. Bu olmaz. Bu funksiya olduğunu təksib edir. Yəni, funksiya olmaz. İndi, X-ə sərbəst dəyişənə həm də təyin oblasti deyirlər. Təyin oblasti asılı dəyişənə funksiya və yaxud da onun aldığı qiymətlərə qiymətlər oblasti deyilir. İndi, təyin oblasti DF ilə işarə olunur. DF. Qiymətlər oblasti YF ilə. Bunu yadınızda saxlayın. Bəzən verilir bunu. Məsəl üçün, burada fikir versəz, 1 hektarda yığılan taxılın məhsulu 2009, 2010, 2015-ci ilə kimi verilib. 1 hektarda yığılan məhsulu tonla. 2009-da 3 ton, 2010-da 4 ton, 2011-də 2 ton. Yəni, bu X-lərdir. Bunlar təyin oblastıdır. Bu aldığı qiymətlər isə bunlar qiymətlər oblastıdır. Yəni, bu illərə uyğun olaraq
Bu alınan nəticələr bunlardır. Bunlar təyin oblasti, qiymətlər oblasti 3, 4, 2, 3, 5, 3, 4. Bunlar təyin oblasti, qiymətlər oblastımızda yuxarıda x-lərin verdiyi ardıcıllığı illərdir. Qiymətlər çoxluğu 1 hektara yığılan məhsulun miqdarıdır. Yəni 1 hektarda 2009-da 3 ton. Tutaq ki, 1 hektarda 2009-da yığılıb 3 ton, 2 hektarda olacaq 6 məsələn. Deməli, bu təyin oblastını göstərir. Funksiyanın analitik üsulla verilir. Bu nədir analitik usul? Analitik usulu sərbəst dəyişənlə asılı dəyişən arasında asılılıq düsturu var. Buradadır. Yəni, düsturla verilir. Fx bərabər x kvadrat hansı aralıqda? 1 ilə 3 arasında. Buradan da görsənir ki, 1, 3 bunun nə idi? Təyin oblastıdır. 1 qiymətində 1 verir, 2 qiymətində 4 verir, 3 qiymətində 9 verir və yaxud da 1 ilə 3 arasında sonsuz sayıda qiymət var. Yəni 1,2 ola bilər, 1,2 ola bilər. Bu aralığına qiymətlər verib funksiyanı tapa bilərik. İndi öyrənmə tapşırıqlarına baxaq. Deyir ki, uyğunluğun funksiya olub olmadığını müəyyən edin. Funksiya olan asılığı cədvəllə verin. Deməli, 1-ə nə uyğun gəlib? 3. 1-ə 1, burada da 1-ə 2. Yəni, x-in 1 qiymətində y-in 2 qiyməti uyğun gələ bilməz. Bu funksiya deyil. Bunu dərsdə dediyimiz kimi burada olmaz. Burada fikir versəz, burada olmaz. X-in 1 qiymətinə y-in yeganə bir qiyməti uyğun gəlməlidir. Amma bu digər tərəfdən burada baxsaq, bu funksiyadır. Mənfi 2-yə 1 uyğun gəlib, 2-yə də yenə də 1 uyğun gəlib. Mənfi 4-ə mənfi 1, 5-ə 2. Bu funksiya ola bilər. İndi deyir ki, funksiya olan asılığı cədvəllə verin. Tutaq ki, bir dənə cədvəl çəksək. Yazacaq buna x, y. X-in qiymətləri bunlar, y-in qiyməti bunlar. Mənfi 2 verəndə neçə alıb? 1 alıb. Müsbət 2 verəndə yenə də 1 alıb. Mənfi 4 verəndə mənfi 1 alıb. 5 verəndə isə 2 alıb. Bu funksiyadır. Yəni, funksiya olanları bir cədvəl şəklində göstər. Digər tərəfdən ikinci suala baxaq. X və Y cədvəlinə verilmiş qiymətlərinə görə hansı halda Y-in X-dən asılı funksiya olduğunu demək olar? Əgər X-in Y-də, yəni 2 dənə, bir dənə X-i 2 dənə Y uyğun gələ bilməz. Yanlış dedim. 2 dənə, deməli, 2 x-in qiymətinə 1 y uyğun gələ bilər. Bu funksiyadır. Amma 2 dənə 1 x-in qiymətinə 2 y qiyməti uyğun gələ bilməz. Burada funksiya deyil. Bunu yazaq. Funksiya deyil. Deyil. Amma burada görsəz, əgər cədvəl şəklində burada yazsaq əgər 3, 0, mənfi 1, mənfi 3. Bu x-in qiyməti, bu da y-in qiyməti. Mənfi 4, mənfi 3, mənfi 1, mənfi 2, 0. Fikir versəz, 3-ə 4 uyğun gəldi. 0-a mənfi 3 uyğun gəldi. Yenə 0-a mənfi 1 uyğun gəlib. 1-ə mənfi 1-ə 2 uyğun gəlib. Mənfi 3-ə 0 uyğun gəlib. Və burada göründüyü kimi bu hissə funksiya olduğunu göstərmir. Funksiya ola bilməz. Çünki bir dənə x-ə 2 dənə y uyğundur. Bu funksiya deyil. Deyil. Deməli, bu oldu, bu olmaz. Funksiya olmaz. Digər tərəfdən
B bəndinə baxaq. Yazıb 7, 6, 5, 4, 1. Burada da -1, 2, -1. -1 bir dəfə yazaq, çünki 2 dənə qiymət verib. -1, 2, 2, 3. İndi 7-yə nə uyğun gəlib? Bu x-in qiymətidir, bu da y. 7 uyğun gəlib -1. 6 uyğun gəlib 2. 5'ə yenə -1. 4'ə 2. 1'ə 3. Göründüyü kimi 2 dənə x-ə bir dənə y uyğun gələ bilər. Bu funksiyadır. Burada görürsənir. Yəni bir dənə y-ə uyğun gələ bilər. Və ya burada da 2 dənə göstərilir. Şimdi bunu silək. 2 yazmalıydıq. Burada 1'ini yazmışıq. 7, 6, 5, 4, 3. Burada da -1, 2, -1, 3. -1'i də silsək burada. -1, 2, 3 yazaq. 7'yə uyğun gəldi. -1. 6'ya 2. 5'ə yenə də -1. 4'ə 2. Və 3'ə də 3. Göründüyü kimi 2 dənə x-ə bir dənə y uyğun gələ bilər. Burada da 2 dənə x-ə bir dənə y uyğun gəlir. Bu funksiyadır. Bunu göstərə bilərik bu qaydanı. Növbəti sualımıza keçək. 3-cü suala. Yazıb ki, fx bərabərdir 1-2x funksiyası verilmişdir. f2'ni tap. f2 nədir? f2 o deməkdir ki, f-2, yəni x-in yerinə -2'ni qoyursunuz. 1 minus 2 vurulsun -2 bərabərdir. 1 -mənfi vurulur, toplama olur. 2 için 4. Bu da edir cavab 5. Bu birinci. Digər tərəfdən f0 qoyanda 1 minus 2 vurulsun 0. Bu 0 edir. 1'dən də 0 çıxanda 1. Növbətisini yazaq. Bu qaydanın davam edirsiniz bunu. Burada da verilib ki, bu düsturla verilib 4'də y bərabərdir 3x minus 1 düsturla verilmiş funksiyanın qiymətlər cədvəlini tamamlayın. Bu nə deməkdir? X-in qiyməti verib. Yəni x-in qiymətini qoyacaq yerinə yazacaq, y-in qiymətini alacaq. Y bərabərdir düsturumuza 3 vurulsun -4 minus 1 bərabərdir. 3 -4'ə vuranda -12 çıxsın 1 oldu -13. Burada yazılır -13. Digər tərəfdən burada -7 necə tapıb? Bunu tapmaq üçünsə yuxarıda yazıram. Y-in yerinə -7 yazıram. -7 bərabərdir 3x minus 1. Və buradan adı tənliyi hesablayırıq. Yəni 3x minus 1 bərabərdir -7. 3x bərabərdir -7 üstə 1 gəlirik -6. X də oldu -2. Deməli buraya yazırıq -2. Yerinə də yaza bilərsiniz, yoxlaya bilərsiniz. Burada yazsaq deməli 3 vurulsun -2 minus 1. Bu oldu -6 minus 1. Həqiqətən də -7 verir. Bu qaydanla bunlara davam edirsiniz. Yəni bunun hamısını yazmaya ehtiyac yoxdur. Bunu özünüzdə təyin edə bilərsiniz. Yazı funksiyanın təyin oblasının qiymətlər çoxluğunu yazın. Deyir ki, bu funksiyanın təyin oblasının qiymətlər çoxluğunu yazın. İndi bunu neyini?
Deməli, burada bir dənə cədvəl açaq. Tamamdır. Deməli, y bərabərdir 2x minus 1 funksiyasının təyin və qiymətlər çoxluğunu istəyir. Təyin oblasti nə deməkdir? Yəni, x-in ala biləcəyi qiymətlər çoxluğudur. X-ə hansı qiymətlər verə bilirəm? Burada x üçün elə bir məhdudiyyət yoxdur ki, x-ə hər hansı qiymət verməyə bilərik. X-ə burada hər bir qiymət verə bilərik. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi qiymətlər yaza bilərik. Yəni, burada götürə bilir bunu. İndi bunu cədvəl kimi, qraf kimi yazsaq, aşağı siniflərdə bunu keçmişsiniz. Mənfi 1, yəni mənfi 1 yazırıq burada. Y oxunu mənfi 1 nöqtəsində kəsir. X-ə də nə verəcəm? 2-də 1 verəndə 0 edir. 2-də 1. Bunun qrafiki belədir. Buradan da görünür ki, x hansı qiymətlər verirəm? Bu, buradan. X-ə qiymət verə-verə mənfi sonsuzluqdan müsbət sonsuzluq qiyməti artır. Deməli, təyin oblasti DF-i mənfi sonsuzluq, müsbət sonsuzluq. Və buradan gördüyünüz kimi bu qrafik və uzatsam bu qayda ilə davam edəcək. Y-in qiymətləri necə olur? Və bu qayda ilə göründüyü kimi Y-in qiymətləri də artır. Burada Y-in qiymətləri. X, Y. Deməli, Y-in qiymətlər oblasti da Y-fi də yenə də mənfi sonsuzluqdan müsbət sonsuzluqadır. İkisi də mənfi sonsuzluğa, müsbət sonsuzluğa. Bu qayda ilə davam edirsiniz. 5-ci suala baxaq. 5-ci sualda nə deyir? Deyir ki, j x funksiya verir 4x kubu minus x. Deyir ki, j 2 plus j mənfi 2-ni tapın. Bu nə deməkdir? J2-ni tapsaq, x-in yerinə 2 yazırıq. 4 vurulsun 2-nin üstündə kub minus 2. 2-nin kubu 8, 8 4-ün 32, 32-dən də 2 çıxdım 30. Bu oldu bu. J mənfi 2 yazsam, olacaq 4 vurulsun mənfi 2-nin kubu minus 2. Bu da olacaq mənfi 8, 4-ə vurdum mənfi 32, mənfi 32-dən də 2 çıxdım mənfi 34. Bunları toplayıram. 30 üstünə gəlsin mənfi 34. Və bu cəmdə edir mənfi 4. Bu qaydanı yazırsınız. Növbəti 6-cı suala baxaq. Burada isə deyir ki, funksiya verilmişdir. Arqumentin hansı qiymətin, yəni x-in hansı qiymətində funksiyanın qiymətləri A bəndinə verib B, B-də 0, mənfi 2 olar. Yəni, funksiyanın qiyməti f(x)in qiyməti nəzərdə tutulur. Yəni, f(x)in qiyməti 1 olub. Arqumentin, yəni x-in hansı qiymətində. Və bunu yazsaq, x plus 1 bölünsün 3 minus x nəyə bərabərdir? 1-ə. Və bu da 1 olması üçün bunu çarpaz vursam, olacaq x plus 1 bərabərdir 3 minus x. X-ləri yıxsam sola, 2x bərabərdir 3-dən 1 çıxdım 2. X oldu 1. Yəni, x-in 1 qiymətində funksiyada 1 alır. Yoxlaya da bilərsiniz. 1 plus 1, 3 minus 1. Cavab oldu 2 bölünsün 2, 1. Bu qaydanı tapırsınız. Digər variantda da x plus 1 bölünsün 3 minus x bərabərdir 0. 0 alırsa bu nə deməkdir? Sürət 0-dır. Elə birbaşa yaza bilərsiniz. X plus 1 bərabərdir 0. Sürət 0 olursa, bu kəsir özü 0-a bərabərdir. Yəni, mənfi 1 qiymətində 0 olur. Məxrəcdə 0 ala bilməz, təbii ki, onu bilirsiniz. Gətirib yerinə yazırıq. Mənfi 1 üstünə gəlsin 1, bölünsün 3 minus mənfi 1. Bu sürət 0 oldu. Aşağıda nə qiymət verirəmsə verim, yenə də cavab 0 olacaq. Bu qayda ilə C variantına baxsaq əgər, yazıb x plus 1 bölünsün 3 minus x
bərabərdir mənfi 2 alınır. Bunun məxrəcinə 1 atsam, çarpaz vursam, x plus 1 bərabərdir. Mənfi 2-ni vuracam 3 minus x-ə. Bu da olacaq x plus 1 bərabərdir. Mənfi 6 plus 2x. X-ləri yıxsam sola. X-dən 2x çıxanda mənfi x bərabərdir. Mənfi 6-dan da 1 çıxıram. Mənfi x bərabərdir. Mənfi 7. Deməli, mənfi 7 qoyanda cavab eləyəcək mənfi 2. Yoxlayaq. Həqiqətən də elədimi? Gətirək. Mənfi 7 üstünə gəlsin 1. 3 minus mənfi 7. Üzr istəyirəm. Bunu da bölməliyik axı. Burada yazacaq x bərabərdir 7. Burada bunu dəyişəcək. Mənfi 7-ni burada mənfi 1 var da. Mənfi 1-ə bölsəm 7 alınacaq. Deməli 7 üstünə gəlsin 1. Bu da 3 minus 7. 7 üstə 1 8. 8-i də mənfi 4-ə bölsəm cavab olacaq mənfi 2. Yəni bu qayda ilə davam edəcək çalışmamız. Dərsimiz hələlik bu qədər. Növbəti videolarımız ardıcıl davam edəcək. Sağ olun.